Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün asan və tez başa gələn ətirli bulkalarda, piroqlarda istifadə olunan heyva cemi hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi heyvalar doğranılıb, təmizlənib. Bunlar mənə rayondan hazır doğranmış formada gəlib, sağ olsunlar göndəriblər. Bunları bir dəfə də belə bu formada təmizləyib doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gördüyünüz kimi heyvaların hamısını doğradım. Buradan rəngləri qaralmış kimi görünə bilər. Çünki rayonda doğranılıb gəlib, ona görə bunun heç bir fərqi yoxdur. Bu yuyulub pişəndən sonra rəngini alacaq. Heyvalarımızı doğradım və yuyuram. 2 kilo hazır doğranmış heyvadır. Bunun üzərinə 2 kilo şəkər tozu əlavə edib və 2 stəkan su əlavə edib bunu öncədən qaynadıram. Gördüyünüz kimi heyvalara qazan əlavə etdim. Əvvəlcə 1 stəkan su əlavə etdim üzərinə. Biraz bişəndən sonra üzərinə həm şəkər tozunu əlavə edəcəm, həm də 1 stəkan su yenidən əlavə edəcəm. Heyvalarımız qaynadı və üzərinə şəkər tozunu əlavə etdim. 2 kilo heyvaya 2 kilo şəkər tozu əlavə etdim. Və dediyim kimi üzərinə 1 stəkan da su əlavə edəcəm. Suyu da əlavə etdim və bunu biraz yenə də pişirirəm. Heyvalarımız qaynayır, bişir. Artıq bişib, altını söndürüb blenderdən keçirdirəm. Blenderdən keçirmək hamısından daha yaxşıdır. Həm asan, həm də pürüzsüz. Blenderdən keçirtdim, gördüyünüz kimi möhtəşəm görüntüsü oldu. Bunu biraz da bu formada qaynadıram. Tam qatılaşsın. Artıq qatılaşdı, hazır oldu. Cemimiz bişdi. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırladığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Gördüyünüz kimi cemimiz hazırdır, rəngi də dəyişdi. Möhtəşəm dadı, möhtəşəm görüntüsü oldu. Bunları bankalara yığıram. Bir çox şirniyyatlarda istifadə olunur, çox dadlı alınır. Gördüyünüz kimi 2 kilo heyvadan 5 banka cemim çıxdı. Biraz da qabda qaldı artıq. Qapaqlarını bağlayıram.
Dediyim kimi, bu da bizim asan və tez başa gələn, bir çox şirniyyatlarda istifadə edilə bilən heyvadan cemimiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.